Sabahınız xeyir olsun. 27 Mart 2026-cı il tarixidir. Yaz fəslinin Şəvval ayının 8-ci günüdür və həftənin isə cümə 5-ci günüdür. Şəvval ayında kimlər niyyət edib oruçlarını tutmuşlar, Allah qəbul etsin. Cüməmiz mübarək olsun, cümə ibadətimiz qəbul olunsun inşallah. Günümüz xeyirli, uğurlu, bollu, bərəkətli, ruzili keçmiş olsun. Amin inşallah. Və 27 Mart günündə kimlər işləri ilə arxasınca gedir, evdə işləri ilə məşğuldur, iş yerlərində işləri ilə məşğuldur. Hər birinə can sağlığı, iş şəvatlığı, bol ruzi, bərəkət arzu edirəm. 27 Mart günündə kimlər tətil günü olmağına baxmayaraq təhsili ilə məşğuldurlar, həm məktəblilər, həm orta ixtisas, həm də ali məktəb tələbələri hər birinə can sağlığı, zehin açıqlığı, iş şəvatlığı arzuları və onların hər birinin öz məqsədlərinə, hədəflərinə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişməsini arzu edirəm. 27 Mart günündə kimlərin rəhmətə gedəni var, hər birindən Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 27 Mart günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. 27 Mart günündə həm də bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, Azərbaycan ordusunu salamlayıram. Cümələri mübarək olsun deyirəm. Günləri xeyirli, uğurlu keçsin deyirəm. 27 Mart günündə kimlərin ad günü, şad günüdür. Onların hər birini bu münasibətlə təbrik edirəm. Can sağlığı, xoşbəxtliyi arzu edirəm. 27 Mart günündə də tarixi günlər vardır. 27 Mart günü beynəlxalq teatr günüdür. Bütün teatr işlərinin hər birini bu münasibətlə təbrik edirəm. Can sağlığı, işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. 27 Mart 1854-cü ildə Krım müharibəsi Birləşmiş Krallıq Rusiyaya müharibə elan etdiyi gündür. 27 Mart 1890-cı ildə isə Toronado qasırğası Kentukki ştatında 76 insanın ölməsinə və 200 insanın yaralanmasına səbəb olduğu gündür. 27 Mart 1918-ci ildə isə Besarabiya, Moldova, Rumıniya birləşdirildiyi gündür. 27 Mart 1958-ci ildə Nikita Xruşovun Sovet İttifaqının baş naziri olduğu gündür. 27 Mart 1964-cü ildə Alyaskada zəlzələ 118 insanın ölümünə səbəb olduğu gündür. 27 Mart 1992-ci ildə Azərbaycan Respublikası ilə Misir arasında diplomatik əlaqələr qurulduğu gündür. 27 Mart 1996-cı ildə Amerika Birləşmiş Ştatları Prezidenti Bill Clinton, həyat yoldaşı Hillary Clinton və qızı Chelsea'nin Türkiyəyə səfər etdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.